Beynəlxalq itkin düşmüş şəxslər günü Azərbaycanda xüsusi qeyd olunur. Çünki 1-ci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər, 44 günlük Vətən müharibəsində isə itkin düşən 6 nəfər azərbaycanlının taleyi hələ də məlum deyil. Bu məsələdə təkcə Ermənistan günahkar deyil. Birbaşa fəaliyyət istiqaməti olan Beynəlxalq Qızıl Xaç Komitəsi də nədənsə itkin düşən azərbaycanlılar barədə susur. Bu isə əslində beynəlxalq statusunu çoxdan itirən qurumun Ermənistan Qızıl Xaç Komitəsinə çevrildiyini göstərir. Ölkəmizə və xalqımıza qarşı təcavüzkar siyasətlə bəslənən İrəvan müharibədə itkin düşənlərlə bağlı məsələdən hər dəfə yayınmağa çalışır. 4000-ə yaxın azərbaycanlının həlak olub olmadığını Ermənistan tərəfi konkret bilir. Lakin İrəvan itkin düşən azərbaycanlılarla bağlı 3 meymunu oynayaraq beynəlxalq hüququ kağız üzərində saxlamağa davam edir. Ermənistanın 1-ci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələlərə bugünə qədər hər hansı bir formada aydınlıq gətirməməsi və bütün bu məsələlərdən yayılması əslində beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan Cenevra konvensiyaların kobud şəkildə pozulması və itkin düşmüş şəxslərlə bağlı məsələlərə aydınlıq gətirməməklə əslində özünün məhz nifrət üzərində, Azərbaycanlılara qarşı nifrət üzərində köklənən bir siyasət yürütdüyünü növbət dəfə nümayiş edir. Bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsi də Ermənistanla eyni məsuliyyəti daşıyır. Bu günlərdə Qarabağın erməni sakinləri ilə bağlı xüsusi cəmfəşanlıq göstərən komitə 3890 azərbaycanlının taleyinə biganədir. Üstəlik Ermənistanın müharibə cinayətlərinə öz dəstəyini əsirgəmir. Azərbaycanın haqq müharibəsində Füzuli istiqamətində terrorçular mühasirəyə düşərkən hayküy qaldıraraq bölgəyə gedən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri həmin erməniləri hadrut vasitəsilə çıxarmağa çalışmışdı. Komitənin qanunsuz fəaliyyəti bununla da yekunlaşmır. Müharibədən sonra da Qızıl Xaç öz avtomobilləri ilə 50 azərbaycanlı qanına batan Vaqif Xaçaturyanı Qarabağ Ermənistan turuna çıxarmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz əslində səlahiyyətlərinə uyğun fəaliyyət göstərmir Azərbaycan ərazisində. Erməni separatçılarına qida daşıyır, ərzaq daşıyır, fərqli lavazımatları daşıyır. Hətta cinayətkar şəxsi öz mandatlarına uyğun olmayaraq öz maşınlarında keçirməyə çalışırlar. Müharibə vaxtı Azərbaycan ordusunun qarşısına çıxıb öz mandatlarına uyğun olmayan şəkildə müharibəyə müdaxilə etməyə çalışırlar. Görünür Ermənistanın müharibə cinayətlərinə göz yuman və Azərbaycanın haqlı tələblərinə əməl etməyən Beynəlxalq Qızıl Xaç Komitəsi öz mandatını erməni millətçiliyi üzərində qurub. Elə isə komitənin adındakı beynəlxalq sözü heç bir əhəmiyyət kəsb etmir. O özünü çoxdan Ermənistan Qırmızı Xaç Komitəsi adıyla təqdim etməli idi. Onsuz da qurumun itkin düşən azərbaycanlılara laqeyd münasibəti, o cümlədən Azərbaycan əleyhinə fəaliyyəti bu ada daha uyğundur. Rüstəm Mikayılzadə, Nurlan Ələkbərli, Nigar Etibar, AzTV xəbər.